Əhmədzadə Aliyə Rəfəəl Hüseynov adına 49 nömrəli İntellekt məktəb liseydə oxuyuram. Bu mənim Hörüklü Qızlar adlı şəklimdir. Burada bütün qızlar hörüklüdür deyə bura, yəni bunun adı Hörüklü Qızlar adına layiq olmuşdur. Burada baharın gəlişini qızlar muğamla qarşılayırlar. Salam, mənim adım Mərsək Kasımovadır, 11 yaşım var, 42 nömrəli məktəbdə oxuyuram. Bu şəkildə öz xəyallarımı göstərirəm, rəngli karandaşları və qələmləri istifadə edirdim. Mən Şükürova Şirinaz, Əhməd Bakıxanov adına 1 nömrəli Uşaq İncəsənət Məktəbinin şagirdiyəm. Mənim əsərimin adı Zamanların Harmoniyasıdır. Mən bu rəsmdə qədim musiqi səhnəsi, bir də müasir musiqi səhnəsini göstərmişəm. Mən bu rəsmimi çəkərkən hiss etdim ki, musiqimiz zaman tanımır və eyni zamanda burada eyni ruhda fərqli musiqi səslərini göstərməyə çalışmışam və hər kəsi bir dünyada göstərməyə çalışmışam. Mən Babayeva Aysu, 209 nömrəli məktəbdə gəlirəm. Mən burada milli rəqslərimizi təsvir etməyə çalışmışam və geyimlərimiz necə olur, onları təsvir etməyə çalışmışam. Mən Mehdiyeva Nazlı, 114 nömrəli məktəbdən gəlirəm. Mən burada Şuşa qalasını çəkmək istədim. Burada əskilərim sayəsində artıq Şuşaya istədiyimiz kimi gedib gələ bildim. Mən də öz təsirimdə belə bir şey çəkməyə çalışdım. Salam, mən 49 nömrəli məktəb liseydə 6 sinifinin şagirdi Mehdizadə Zəhra. Mənim çəkdiyim əsər budur. Əsərimin adı Nağılın Səsidir və mən burada xalq qəhrəmanları olaraq Tıq-tıq xanım və cırtdandan istifadə etmişəm. Burada onlar ağacın içərisində musiqi alətləri ifa edirlər. Tıq-tıq xanım piano, amma cırtdan isə skripka ifa edir. Salam, mən Hüseynova Pəri. Mən 204 nömrəli məktəbdə oxuyuram. Mən burada musiqinin gördüyü yuxunu təsvir etmişəm, həm də Azərbaycanın mədəniyyətini. Əziz gəl rəssamlar, qonaqlar, sərgi iştirakçıları, valideynlər, müəllimlər, xoş gəlmişsiniz. Xətai Sənət Mərkəzi sizi burada görməkdən çox məmnundur. Bildiyiniz kimi bugün bizim 9-cu Beynəlxalq Uşaq Rəsm Festivalının növbəti sərgisidir, hansı ki başlayıb. Bugün 2 dəfə, bugün səhər, bu da 4-cü sərgisi sabahda olacaqdır. Azərbaycan Xalq Cümhuriyyətinin yarandığı günü 8 maya həsr olunmuş bir sərgidir. Bilirsiniz, Azərbaycan, mən səni sevirəm. Sərginin təşkilatçıları Azərbaycan Dövlət Akademik Filarmoniyası, Xətai Sənət Mərkəzi, Azərbaycan Dövlət Rəsmi Qalereyasıdır, Rəssamlar İttifaqı və Xətai Uşaq Sənəti Qalereyasıdır. Təşkilatçılar isə Xətai rayon İcra Hakimiyyəti, Beynəlxalq Sulu Boya Cəmiyyəti, Azərbaycan nümayəndəliyi və Naxçıvan Rəssamlar Birliyi. Görürsünüz ki, tədbir çox maraqlıdır. Uşaqların əsərlərində hamısında Azərbaycan musiqisi təsvir olunub. Əsərlər də fərqlidir, yanaşmalar da fərqlidir. Uşaqlar, mən elə biləm ki, əsərlərində çalışıblar ki, musiqini təsvir eləməyə. Biz daha çox başqa şeylər istəyərdik, illüstrasiyalar. Biz çox istəyərdik ki, uşaqların öz duyğu düşüncələrinin əsərləri olsun. Çoxunda müəllim köməkləri var. Biz bunu da müəllim valideyn köməyini görmək istəməzdik. Bu arada müəllimlər danışacaqlar. Əsas məqsədimiz uşaqların özlərini burada görməkdir və öz işlərini burada görməkdir. Bildiyiniz kimi bu festivalın həm də xarici iştirakçıları var. 6 ölkədən, xaricdən də əsərlər göndəriblər festivala və hər sərgimizdən komissiya əsərlərə baxır və əsərlər seçir. Çünki hər yaş qrupu üzrə 10 nəfər ən yaxşı əsərin müəllifi festivalımıza dəvət olunacaq. 23 mayda İcra Hakimiyyətinin qabağında bir gün plenerdə bizdən festival günü kimi bizdən bir yerdə keçirəcək günləri. Düzdür, hər sərgidən seçilir, çünki hər yaş qrupunda 20-30 uşaq seçilir. Axırda 10 uşağa gətirəcək ki, 30 uşaq festivala dəvət olunacaq. Mən sərgi haqqında çox söz deyə bilərəm, ancaq istəyərdim ki, burada qonaqlarımız da var. Mustafayev adına 2 nömrəli Uşaq Yaradıcılıq Studiyasının baş müəllimi İlham müəllim də buradadır, həm də komissiyanın üzvüdür. O seçim heyətində də iştirak edibdir. O da öz fikirlərini sizinlə bölüşsə daha yaxşı olar. Buyurun, İlham müəllim.
Mən də hər bir kəsi salamlayıram. Bu balalarımızı, əsasda bu yeniyetmə rəssamları, hər birinin işləri ilə tanış olduq. Yəni seçimdə də iştirak elədik. Çox gözəl, yəni əl işləri, indi bunu Zahid müəllim də qeyd elədi. Hamınıza uğurlar arzu edirəm. Bir də mən həmişə iştirak edən də baxıram sərgilərdə. Maşallah, qızlarımız çox iştirak edir. Oğlanlar ümumən belədir. Rəsm, mən həmişə fikir vermişəm, çox olur, Allah hamısını qorusun. Belə bilməm ki, arada həmişə qızlar çox rəsmən o qədər, hər sərgidə mən görəm qızlarımız çox olur. Amma belə rəssamlığı da götürəndə sonra rəssam olanlarda, belə deyirlər, qızlar yox, oğlanlar daha çox gəlir rəssamlar, daha çox olur rəssam. Son nəticələr, onu dedim. Bəlkə hamınıza uğurlar arzu edirəm, bu sadəcə bir epizoddur dedim. Hamınıza uğurlar arzu edirəm, gözəl işlərimiz var. Zahid müəllim qeyd elədi ki, müəllimlər də qeyd edirlər. Bəli, biz də qeyd edirik ki, uşaqların işlərinə müdaxilə məsələsi çox vacib şərtlərdən biridir ki, siz elə bilirsiniz ki, o müdaxilə olanda valideyn müəllim, o iş seçilir, əksinə o əl məsələsi o həmişə görsənir. O peşəkar əli istər-istəməz o dəqiqə bilinir ki, bunlar müdaxilə olunur. Ən sadə işləri seçirik. Məsələn, olub, bu başda dayanan işini görsünüz, sadə uşaq işidir, biz bayaqda misal çəkdik. Bu başda birinci işdir, uşaq işidir, sadə işdir, biz onu seçdik. Yəni, belə kimsə bilməsin ki, biraz köməkli uşaq yer tutulsun, müəllim istəyər ki, onu uşağa yer tutsun, amma tərbiyi, özünün sərgiyə işlədiyiz işləri, özünüz, öz yaradıcı fantaziyalarından, heç nədən köçürmədən, internetdən, telefondan, kitabdan, öz yaradıcılığınla, düşüncələrlə təbii işləyərək sərgidə iştirak edin. Hamınıza uğurlar arzu edirəm. Sağ olun. Salam, vaxtınız xeyir olsun. Hörmətli qonaqlarımız, müəllimlər, valideynlər, nənələr, babalar, görəm yaşlı insanlar da xoş gəlmişsiniz. Və bizim bazı dostlarımız həmişə belə bir yerdə olub. Səhərdən də saat 11-dən 12-dən buradayıq. Seçki komissiyası bütün işlərlə maraqlanıb, baxıb. Yəni, səhər də qəşəng işlər var, indi də qəşəng işlər var. Ümumiyyətlə, çox gözəldir bu münasibət musiqiyə qarşı. İdeyanın özü düzgün qoyulur. Söhbət odur ki, bizim Respublika gününə əlavədən və musiqi tardır, kamandır, sazdır, uddur, yəni ki, bu da qavaldır. Belə musiqi alətlərdir, zərb alətlərdir. Yəni ki, bu bizim xarakteri, xüsusiyyətimizə aid olan bir, canımızda, qanımızda olan bir, necə deyərlər, mədəniyyətin bir hissəsidir musiqi. Valideynlər, uşaqlar çox sağ olun. İştirakımıza görə mənim sözüm birbaşa müəllimlər, valideynlərə kömək eləmək istəyənlərdir ki, inanırsınız ki, mənim qarşıma kömək olunan iş çıxdı, gözəl olsa birinci onu seçmirəm. Biz dövlət kimi həmişə öz sözümüzü deyə bilək və beynəlxalq arenalarda dünyanın və müxtəlif bütün səhiyyə salonlarında və hər yerlərində iştirak edirsiniz və xalqımızın adını qaldırırsınız həmişə yuxarı. Təbrik edirəm sizin hamınızı, çox sağ olun, var olun.